ilin yaxınlaşması ilə ölkənin müxtəlif bölgələrində yerləşən otellərə olan tələbat əhəmiyyətli dərəcədə artır. Artan turist axını və bayram tədbirlərinə maraq qiymətlərin yüksəlməsinə səbəb olur. Xüsusilə istirahət zonaları və məşhur turizm mərkəzlərində bu artım daha çox hiss olunur. Qiymət dəyişikliyi həm otel sahiblərinin mövsümi gəlir gözləntiləri, həm də xidmətlərə olan yüksək tələbatla bağlıdır. Bu vəziyyət həm yerli turistlərin, həm də xaricdən gələn qonaqların seçimlərinə təsir göstərir. Bəs görəsən bu il qiymətlər necə olacaq? Mövzu ilə bağlı missiyada danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, yeni il ərəfəsində otellərin qiymətlərində ötən illə müqayisədə ciddi artım gözlənilmir. Bölgələrə görə 2 nəfər, 2 gecə, 3 günlük qiymətlər təxminən 1500-1600 manatdan 2000 manata qədər dəyişir. Bura daxildir qalma, qidalanma, yeni il şənliyində şam yeməyi və s. Yəni bu həmin günün 3 dəfə qidalanması adətən daxil olur. Bu da adam başı təxminən 750-1000 manat arasında qiymət olaraq dəyişir. Ekspert qeyd edib ki, qiymətlərin ən yüksək olduğu istiqamətlər əsasən Qəbələ, Quba və Qusar bölgələridir. Cənubda Lənkəranda olan qiymətlər nisbətən daha yumşaqdır. Şəkidə qiymətlər, Şabranda nisbətən daha yumşaqdır. Amma Qarabağ bölgəsində də qiymətlərin digər bölgələrlə müqayisədə daha cəzbedici olduğunu görə bilərik. Bunun əlbəttə ki, əsas səbəblərindən biri infrastruktur və Bakıdan məsafə ilə bağlıdır ki, daha çox qonaq cəlb edilməyi ilə bağlı atılan marketinq siyasəti. Bununla belə qiymətlər daha çox seçim məsələsidir. Vətəndaşlar bəzən qiymətlərin yüksək olduğunu bildirsələr də, bayrama az qalmış otellərdə yerlərin sürətlə satılması tələbin kifayət qədər olduğunu göstərir. Deməli, bazarda mövcud təklif real tələblə üst-üstə düşür deyə ekspert bildirib. Seyrani Quliyeva, Heydər Həsənli, Missiya TV.